o lal qızla münasibətdə nə qədər elədisə, ondan söz ala bilmədi. Başqa düşmədilər. Gördük ki, mümkündür. Bunları sənədləşdirməsini aparandan sonra məcbur olduq, qızın anasını dəvət elədik. Qızın anası, axı mən kətdə olan vaxtda, hadisə yerində olanda da bütün əhvalatları qız onun vasitəsilə bizə çatdırırdı. Və şəhərə də gələndə biz anası ilə birlikdə qızı gətirdik.